Bu uşaq endokrinologiya şöbəsinə aiddir. Somatotropin deyilən bir qarmon var. Onun azlığı, çatışmamazlığı filanı olanda uşaqlar öz yaşlarına uyğun boy artımını verə bilmirlər. O cəhətdən müəyyən preparatlar var ki, artıq farmakologiya inkişaf edibdir və həmən qarmonun çatışmamazlığı ortaya çıxarsa, o qarmonun iynəsini tətbiq eləməklə müəyyən boy artımını təşkil etmək olar. Amma bu müəyyən dövr sürəsindədir. İnsanın yetişmək dövrləri var ki, boy artımı hardasa 10, 12, 14 yaş arasında baş verir ki, həmən dövrdə o tətbiq olunsa effekt verə bilər. Artıq 18-20 yaşında o qarmonu verməkdən heç bir şey əldə etmək mümkün deyil. Ona görə zamanında doğru mütəxəssisə müraciət eləmək bu çox gözəldir. Azərbaycanda isə bu lotereya oyununa çevrilibdir. İnsanlarımız yalnız lotereya oynayırlar ki, bilmirlər kimə getsinlər, ilkin diaqnostika qoysunlar və sonra hara getsinlər, nətər müalicə olsunlar. Ona görə də belə bir bəlkə də maarifləndirici bizim köməyimizlə bəlkə də nətərsə bir şey eləmək olar. Hormon söhbətindən danışmışkən, başqa bir izləyicimiz də buna bənzər sual verib. Hormon pozuntuları, kişi cinsi xəstəlikləri haqqında doktor danışsa gözəl olar. Hormon pozuntuları kişilərdəmi? Yəqin ki, əsasən kişilər nəzərə. Daha çox qadınlarda hormon pozuntuları olur. Çünki qadınlarda hər ay müəyyən hormonal disbalanslar baş verir ki, o da normal haldır. Kişilərdə isə hormonal pozuntular belə bir şeyə rast gəlinmir. Yalnız xəstəlik olduqda gonadotropinlər deyirlər, kişi cinsiyyət hormonları balansı pozulanda müəyyən o problemlər yarana bilir. Burada endokrinoloji, yəni deyirəm, məsələdir. Amma burada nəyə demək istəyirdim? Qadınlarda 3 orqan var ki, onlar hormonal pozuntular və psixoemosional pozuntular nəticəsində səbəbdilər. O 3 orqanlar zədələnir. Uşaqlıq, süd vəzləri, qalxanvari vəz. Bu üçünün də səbəbi həm psixosomatik stressdir. Bizdə də vəhdət yanaşma var deyə, psixosomatik yanaşma var deyə, qadınlarda istənilən uşaqlıqda, qalxanvari vəzdə və süd vəzlərində bir balaca narahatçılıq olanda üçü bir yerdə oldu. Mütləq bizim yanımıza gəlməlidir ki, onları biz doğru psixosomatik müalicə ilə müalicə eləyə bilək. Əlbəttə, kişilər biraz başqa cür stresi yaşayır.